Avtotəmir izləyiciləri salamlayırıq hər birinizi və İsmail ustamızı çox yaxşı tanıyırsınız. Kondisioner sistemi problemləri aradan qaldıran, kompresor təmir edən peşəkar ustamızdır. Demək olar ki, hər mövsüm başlayanda, kondisioner problemlərlə bağlı ki, müraciətlər başlayanda biz İsmail ustamızın yanında oluruq və çəkilişlər edirik ki, görək nə fərqlilikləri var. İsmail usta. Xoş gəlmisiniz. Hər kəs salamlayıram. Fərqliliklərimiz çoxdur. Biz illərdir bunu deyirik, yenə də deyirik. Biz kompresor təmirində çox böyük bir uğur əldə eləmişik. Bunu bizim çoxsaylı müştərilərimiz görüb və təmir etdiriblər. Bu il yenə yay sezonu gəlir. Əlimizdən gələn yenilikləri və yaxud da əvvəlki illərdə elədiyimiz təmirləri yenə də həyata keçirdəcəyik. Və buradan müştərilərimizə demək istəyirik ki, sizə hardasa deyəndə ki, kompresor dəyişdirilməlidir, kompresor sistem yolunmalıdır. Bəli. Yəni biz bunu formal şəkildə biz görmüşük ki, bunu deyirlər, amma o deyil. Aha. Gəlirlər burada fərqli bir işlə qarşılaşırlar ki, doğrudan da İsmail usta baxdı, sistem yolası deyildi, kompresorda atılası deyildi. Bəli. Mən bu il fərqli olaraq, buradan bu il ustalara da səslənirəm ki, hansı ki siz müştəriyə deyirsiniz ki, kompresor dəyişiləsidir, radiator dəyişiləsidir, mən sizə təklif edirəm ki, siz işləyin yenə. Sökün gətirin, biz təmir edək. Usta yoldaşlara deyirəm. Bəli. Sökün gətirin, siz düzəldə bilmədiyiniz, dəyişməli dediyiniz kompresorları sökün gətirin, biz təmir edək. Yenə sizin adınız olsun, siz stanovka eləyin, siz yola salın müştərini, siz də qazanın. Bir məsələ var ki, ümumiyyətlə kondisioner təmir edən şəxslər, ustaların sayı elə də az deyil. Məsələn, axtarış eləsəniz qarşınıza çıxacaq. Amma İsmail ustamız hər zaman bu çağırışdan dəvət edir ki, sürücüləri öz sexinə kompresorları atmayın. Kompresorlara gətirin, biz də onları təmir edək. Bir çox hallarda bu təmir olunur. Amma İsmail usta, bu il fərqlilik nədir? Bu ildən bizdə kredit var. Aha. Tək şəxsiyyət vəsiqəsi ilə. Kredit kartları ilə? Bəli, kredit kartları ilə aylara bölmək var. Kimin çətinliyi varsa, problemi var, düzəltdirə bilmir, illərdir çətinlik çəkirsə, ondan aylara böldürə bilər və tək şəxsiyyət vəsiqəsi ilə kreditlə də həmin işi bizdə gördürə bilər. Tamam. Yəni kiminsə imkan çatmırsa kompresor məsələsində yaxınlaşın, İsmail ustamız sizə bax belə bir köməkliklə deyəcək. Müştərilərimizin rahatçılığı üçün biz bir neçə bankda bu sistemi yaratmışıq ki, rahatçılıqla gəlib kompresorları stanovka elətdirə və yaxud da sistemi təmir etdirib, onu kreditlə əldə edə bilsin, aylara böldürə bilsin. Açığı mən bu kompresor təmirində, kondisioner sistemində ilk dəfə də belə bir şey eşidirəm. İsmail ustamız bax bu təklifdən sizə yaxınlaşır. Bu mövsüm, bu yay belə çalışacaq. İnanıram ki, bir çox bundan sonraki illərdə də eyni qaydada davam edəcəyik inşallah. Buradan yenə deyirəm ki, kimin nə qulluğu varsa, nə problem, avtomobilində hər hansı bir problem varsa, yaxınlaşsınlar. Burada yoxlanış ödənişsizdir, tam ödənişsiz şəkildədir. Biz yoxlayırıq, yəni yüksək şəkildə hər şey yoxlanılır və müştəriyə onun avtomobilində nə qədər xərcin olduğunu, nəyin təmir olunması olduğunu öncədən deyirik. İstəsə bizdə düzəltdirə bilir, istəməsə də sağollaşıb gedə bilər. Bir dənə qısa, bax bu kampaniyadan yararlanmaq istəyənlər üçün bir əlaqə nömrəsi deyək, elə izləyicilər də məlumatlı olsunlar. 070 383 22 22. Bu mənim öz nömrəmdir, şəxsən özüm cavab verirəm. Kim istəyir saat 11-ə 12-yə qədər maksimum əlaqə saxlayıb və yaxud da WhatsApp-dan yaza bilər. Nə istəyirsə maraqlanıb suallarına cavab ala bilər. Əla, bir daha təkrar edirəm. 070 383 22 22. Bax zəng edib elə birbaşa İsmail usta ilə ünsiyyətdə ola bilərsiniz. Sağ olun.